2026-cı il Naxçıvanda keçirilən sertifikasiya imtahanına düşmüş sualdır. Ödənişsiz qrupa atmışdım müəllimlər bu sualı. İndi izahını çəkirəm sizə. Nə deyir bizə? Deyir ki, təpə nöqtəsindəki yan tilləri cüt-cüt perpendikulyar olan üçbucaqlı piramidanın bu tillərin uzunluqları 3-4-5 cm-dir. Piramidanın yan səthinin sayəsini soruşur. Burada bir şey bilmək lazımdır, qaydanı bilmək lazımdır ki, əgər yan tilləri cüt-cüt perpendikulyardırsa, onda üçbucaqlı piramidanın yan üzlərinin hər birinin katetləri həmin tillər olan düzbucaqlı üçbucaqlardır. Yaxşımı? Yəni, bir tili 3-dür, bir tili B tili adlandıraq, 4-dür, C-si isə 5-dir və ümumilikdə deyir ki, piramidanın yan səthinin sahəsi həmin o düzbucaqlı üçbucaqların sahələrinin cəminə bərabərdir. 3 dənədir axı, 3 dənə yan üzü var. İndi S1-i tapsaz, A vurulsun B bölünsün 2, üzərinə gəlsin. B vurulsun C bölünsün 2, üzərinə gəlsin. A vurulsun C bölünsün 2. Və burada da adi hesablamadır. 3-ü vurursunuz, 4-ə bölürsünüz 2-yə. 4-ü vurursunuz, 5-ə bölürsünüz 2-yə. A-nı C-yə vurursunuz. 3-ü 5-ə vurursunuz, bölürsünüz 2-yə. Yuxarını silirəm, yerim yoxdur. Yəni bu şəkildə bayaq dərsdə də işlədik biz bunu. İndi sizə də göndərmişdim. Ödənişsiz qrupda yararlansın. 3-ü bunu vursaq 1 eləyəcək 6, 1 eləyəcək 10, o birisi isə də eləyəcək 7,5. Toplayanda eləyəcək 23,5, yəni C variantı. Kim ki bu suala C variantı yazıb yanaşmışdır, düz yanaşmışdır. Bu tip videolardan xəbərdar olmaqdan ötürü kanalıma abunə olub, videolarımı da bəyənməyi unutmayın müəllimlər. Növbəti dərslərdə, növbəti videolarda görüşərik inşallah.